Uşaqlıqdan bəri mamamın seçilən turşularından biri də badımcan turşusudur. Elə mən də onun resepti ilə hazırladım. Badımcanları mütləq 3 gün gözlədin ki, hamısı eyni yumşaqlıqda və əzilməyəcək formada olacaq. Şın təmizləyib yarım ay formasında kəsib irili xırdalı ayırın. Qayan suya duz əlavə edib şortam əvvəlcə iriləri, daha sonra xırdaları qaynadıb bişirərək götürün. Aş süzənə yığın. Suyu çəkilib soyusun. Fırlıq altına mütləq 3 qat düzün və baş ayaq formada yığın. İçli üçün kələmi xırda-xırda doğrayıb üzərinə duz əlavə edib kənara qoyun. Sarımsağı, biberləri və cəfərinə çəkən maşından keçirin. Həmin suyun sıxıb üzərinə əlavə etdikdən sonra duzu, nanəni və sirkəni əlavə edib qarışdırın. Canları tam bir gün ağırlıq altında saxladım. İçərisinə yüngülcə duz çəkib içlikdən doldurdum. Hər birini bu qaydada hazırlayıb bankelərə yığdım. Aş süzənə tərs çevirib bir gün belə gözlətdim. Marinad üçün duzu, şəkəri, sirkəni qarışdırıb üzərinə əlavə etdim. Hazırladığımız ən ləzzətli badımcan turşusu bu olacaq. Sınav fikirlərini mənimlə bölüş. Dadlı reseptlər üçün izləmədə qal. Hələlik.